Herkese salam. Bugün Alman dilində substantiv nomin, yəni isim mövzusuna aid olan bir neçə testin izahına baxırıq. Bu testlər demin 2025-ci ildə nəşr etdiyi test toplusuna aid olan testlərdir. Gəlin birinci sualdan başlayaq. Uşaqlar, üzr hesab edin, biraz xəstə olduğuma görə səsim yaxşı deyil. Birinci sualdan başlayaq. Wählen Sie das entsprechende Wort aus. Düzgün sözü seçin. Yəni biz burada cümləni oxuyub, tərcümə edib, daha sonra ona uyğun olan variantı, yəni nöqtələrin yerinə uyğun olan variantı yazmalıyıq. Gəlin oxuyub tərcümə edək. Kara Karayev ist ein berühmter. Kara Karayev məşhur, berühmt məşhur deməkdir. Məşhur, indi variantlara baxaq. Fizika, fizik deməkdir. Yəni fizik deyil. Ona görə A variantını atırıq. Schriftsteller, yazıcı deyil. Maler, rəssam deyil. Komponist, bəstəkar. Rejissor deyil. Düzgün variant komponist, yəni bəstəkar. Kara Karayev ist ein berühmter Komponist. Kara Karayev məşhur bəstəkardır. Düzgün variant Y variant. İndi gəldik 2-yə. Wählen Sie das entsprechende Wort aus. Yenə düzgün sözü seçin. Eyni tipdə olan sualdır. Albert Einstein ist ein Deutscher. Albert Einstein Alman. Zeichner, rəssam deyil. Rejissor deyil. Dramatiker, dram yazarı deyil. Komponist, bəstəkar deyil. Fizika, fizik, bəli. Düzgün variant C variantıdır. Albert Einstein Alman fizikidir. İndi gəldik 3-cü suala. Wählen Sie die entsprechende Antwort aus. Düzgün cavabı seçin. Was ist gelb? Nə sarıdır? Yəni rəngini soruşur ki, nəyin rəngi sarı rəngdədir? A variantına baxaq. Die Milch süd deməkdir. Yəni süd ağ rəngdə olduğuna görə A variantını götürə bilmərik. A variantı getdi. Die Tomate pomidor. Pomidor bilirik ki, qırmızı rəngdədir. Die Kirschen gilas Y variantında getdi. Die Wassermelone qarpız. Bu da deyil. B variantında getdi. Die Zitrone limon deməkdir. Bilirik ki, limon sarı rəngdədir. Ona görə D variantını götürürük. 4. Wählen Sie die maskuline Reihe aus. Yəni, maskuline Reihe kişi cinsidir uşaqlar. Yəni, artiklı der olanları soruşur bizdən ki, hansı sözlərin artiklı derdir. Yəni, kişi cinsinə aid olan sözlərdir. Burada bir xatırlatma edək. Baxın uşaqlar, der kişi cinsi, yəni maskulindir. Die qadın cinsi, yəni feminindir. Das orta cins, yəni neutrundur. Bir də die var ki, hər zaman cəm formanı göstərir ki, yəni cəmdədir. Bu di ilə bu dini heç vaxt qarışdıra bilmərik. Çünki bu di cəm formanı göstərir. Məsəl üçün bir dənə söz seçək. Kind sözü. Kind sözünün artiklı dasdır. Yəni sözün özü das kind. Amma ki, mən bu sözü cəm formasında desəm, yəni uşaq sözünü cəm formasında desəm, olacaq uşaqlar. Yəni die Kinder. Belə olar. Kinder. Aha, indi gəlin variantlara baxaq. A variantı Erfindung. Uşaqlar, yazısı saxlayın ki, sözün sonunda ung prefiksi varsa, deməli bu sözün artiklı hər zaman die olur. Məsələn, Erfindungdur, Wohnungdur. Ona görə A variantı getdi. Mädchen bu sözün artiklı dasdır. Hen olan bəzi sözlərin də artiklı das olur. B variantı Techniker, General und Fahrer. Düzgün variant B variantıdır. Hər birinin artiklı derdir. Gesundheit, uşaqlar, haiddir, kaiddir. Bunlar olan zamanda yadınızda saxlayın ki, artikl D olur. Ona görə C variantda getdi. Plakat sözünün artiklı das olduğuna görə D variantda getdi. Politik sözünün artiklı D, albüm sözünün artiklı das olduğuna görə Y variantda getdi. 5. Burada artıq bizdən feminanı soruşur, yəni qadın cinsini. Kindheit düzdür, artikl D'dir. Amma direktor sözünün artiklı der olduğuna görə A variantını atırıq. Uşaqlar, həmişə yadınızda saxlayın ki, səhv variantı tapan kimi o variantı atın ki, sonra düzgün variant tez tapılsın, yəni qalsın sonra düzgün variant. Aha, Lehrerin. Uşaqlar, baxın, peşələrin sonunda in varsa, bu da qadın cinsinə aid olduğunu bildirir. Yəni onların da artiklı D olur. Məsəl üçün, arxitekt memar deməkdir, amma söhbət kişi memardan gedir. Amma arxitektin olsaydı, onda qadın memardan gedərdi söhbət. Burada artikl deyildi, amma muzeum sözünün artiklıdası olduğuna görə B variantını atırıq. Eyni zamanda professor sözünün artiklıda deyirdi. Baxın, burada da sonluq indi. Deməli, qadın cinsindədir. Ung var. Baxın, burada da. Amma plakat sözünün artiklıdası olduğuna görə C variantını atırıq. Erfinder, Schülerin, baxın, in var.
Deməli, qadın cinsindədir. Height var, qadın cinsindədir. Amma Elfin də sözünə görə D variantını atırıq. Y variantı Ärztin. Aha, ini var, qadın cinsindədir. Height var. Gesundheit. Qadın cinsindədir. Lozung. Ung var. Deməli, bu da qadın cinsindədir. Düzgün variant Y variantıdır. 6-da yenə femina, yəni bizdən qadın cinsini soruşur. Baxın, height var, qadın cinsindədir. Amma laborant sözünün artikılı, yəni laborant sözünün artikılı der olduğuna görə A variantını atıram. Lizizal sözünün artikılı das olduğuna görə. Der olduğuna görə. Der olduğuna görə B variantını da atıram. Lezin sözünün artikılı das olduğuna görə lezini de atıram. Lösung, ungdu. Kindheit, height'tı. Nationalität, tet olduğuna göre burada da her birinin artikılı değil. Yani D variantı düzgün variantı. Levin sözünün artikılının esasen de Y variantını atıram. Levin sözünün artikılı dast. Yine maskulin. Yani kişi cinsini soruşur bizden. Schülerin, görürsünüz. Schüler özü şagird deməkdir. Yəni oğlan şagirddir. Amma Schülerin olanda qız olur. A variantı getdi. Tişna, Gertna, und Mala. Düzgün variant B variantıdır. Hər birinin artikılı deyirdi. Burada indi səhvləri tapıb bataq. Bu sözün artikılı dastı. Ona görə C variantı getdi. Arbeiterin artikılı deyildi. Elterin de artikılı deyildi. Tüya sözünün artikılı deyildi. Ona görə Y variantı getdi. 8. Yine maskulin bizden kişi cinsini soruşur. Deməli, plakat sözünün artikılı dastı. A variantı getdi. Baxın, burada kayıt var, yəni dedi. B variantı getdi. İşledik. Şen var. Yəni article dastı. C variantı getdi. Universitet sözünün artikılı da D olduğuna görə D variantı getdi. Qaldı Y variantı. 9'a baxaq. Plural, yəni cəm formanı soruşur artıq bizdən. Bir variantları ataq. Birini armud təkdədir. A variantı getdi. Frau təkdədir. B variantı getdi. Ştat təkdədir. C variantı getdi. Lufta görə. D variantı getdi. Y variantı qaldı. Yağı, injenörü, vizin. Hər biri cəmdə verildiyinə görə düzgün variant Y variantıdır. Uşaqlar, bir də yadınızda saxlaya bilərsiniz ki, bəzi sonluğu olan sözlər, məsələn, D-də ung var, height var, kite var. Elə yadınızda saxlaya bilərsiniz ki, hə, bu sözlərin artikılı D-dir. Məsələn, sonu şen olan bəzi sözlərin artikılı das-dır. Amma bu hər zaman belə olmur. Yəni, bəzi sözlər var ki, siz o sözləri əzbər öyrənməlisiniz və sözlərin cəm forması olduğuna da Derridas proqramı vasitəsilə baxa bilərsiniz. Orada eyni zamanda həm artikıl var, həm cəm forma, həm də hallarını göstərir ki, hansı halda söz necə olur, yəni artikellər necə olur. Deməli, 10 yenə cəm soruşur bizdən. Bunu siz yazarsınız, yorumlarda qeyd edirsiniz. 11'e baxaq. Wählen Sie die richtige Antwort aus. Düzgün cavabı seçin. İndi buradan etməliyik. Cümləni oxuyub, tərcümə edib, daha sonra hansı variantın nöqtələrin yenə uyğun olduğunu qeyd etməliyik, yəni yazmalıyıq. Burada görürsünüz uşaqlar peşələrdir. Yəni hansı peşə bu cümləyə uyğundur? Cümləni oxuyaq. Eine Frau, die Patientin pflegt ist. Frau xanım deməkdir. Patientin xəstələr. Pflegen xidmət etmək, qulluq etmək mənasında tərcümə olunur. Deyir ki, xanım xəstələrə xidmət edir. İndi hansı peşə sahibinin xəstələrə xidmət etdiyini variantlara baxıb deyəcəyik. Lehrerin müəllim 1-2 uşaqlara dərs keçir, yəni xəstələrə xidmət etmədiyinə görə A variantı getdi. Malerin rəssam, o da yəni rəsm çəkir, xəstələrə xidmət etmir. Dolmetscherin tərcümətçidir, D variantda deyil. Kellnerin ofisiant, yəni Y variantda olmadığına görə qalır. C variantı Krankenschwester. Krankenschwester uşaqlar tibb bacısı deməkdir. Yəni aynı Frau, die Patientin pflegt ist Krankenschwester. Gəldik 12-yə. Verəcə yenə cəm forması istəyir. Bunu siz yazarsınız, yorumlarda qeyd edirsiniz. Yenə 13-də də cəm formadır. Bunu siz yazarsınız. Yenə 14-də siz yazacaqsınız. İndi gəldik 15-ə. Der 20. Januar ist in der Geschichte unseres Volkes. 20 yanvar xalqımızın tarixində. İndi burada biz Trauertag sözünü yazmalıyıq. Trauertag uşaqlar matəm günü, yaz günü kimi tərcümə olunur. İndi biz burada baxmalıyıq ki, əvvəlcə xəbərə baxmalıyıq. Yəni burada nə var? İst. Yəni sein feilidir. Infinitiv forması seindir. Düzdürmü? Sein feil özündən sonra hər hansı bir hal tələb edir. Yəni məsələn akuzativ, dativ, genitiv, xeyr. Sein özündən sonra nominativ hal, yəni adlı halda olmalıdır deyə. Burada mən variantlardan nominativ hal axtarmalıyam. A variantına baxaq.
Trauertage, yəni can formasında verilib, olmaz. C variantı eines Trauertages genitiv formadadır. Genitiv haldadır, yəni C variantda deyil. Einen Trauertag akuzativ haldadır. D variantda deyil. Einem Trauertag, bu da dativ halında olduğuna görə Y variantdadır. Qalır nominativ halda olan ein Trauertag D variantı. 16. Wählen Sie die Reihe der Substantive des sächlichen Geschlechts aus. Uşaqlar, burada bizdə yenə das, yəni orta cins soruşur. İndi variantlara baxaq. Felicitatin burada Kayda sözünün artiklı D olduğuna görə A variantı getdi. Muzeum, Kind və Land hər üçünün artiklı dasdır. Düzgün variant B variantıdır. Digərlərindəki səhvə baxaq. Frau sözü gördüm. Burada qadın sesindədir. C variantı getdi. Affe meymun deməkdir. Article derdi. D variantı getdi. Burada hand sözünün artiklı D olduğuna görə Y variantı da getdi. Gəldik 17-yə. Wählen Sie das entsprechende Fragewort aus. Düzgün sual sözünü seçin. Fragewort sual sözü deməkdir. İndi biz burada baxırıq əvvəlcə sözlərə. Məsələn, Lehrer, Schülerin, Kindern. Deməli, biz burada əvvəlcə baxın, dem yazılıb, der yazılıb, den yazılıb. Biz əvvəlcə sözlərin öz artikellarını yazaq. Lehrer sözünün artikeli derdir, der. Schülerin sözünün artikeli didi. Amma burada uşaqlar in var deyə deydi. Məsələn, olmasaydı artikel der olardı. Kinder'ın sözünün artikeli da cəmdədir, yəni uşaqlar deyil. Baxın uşaqlar. İndi biz nəyə fikir verməliyik? Hansı halda der demə, di derə, di isə, yəni can formada di isə denə çevrilir. Təbii ki, dativdə. Dativdə der dem, di der, di isə denə çevrildiyinə görə biz də burada sualda, sual sözlərində dativin sualını tapmalıyıq. O da təbii ki, B variantındadır. Dem. Bu qədər uşaqlar. Deməli, siz yorumlarda hansı mövzuda çətinlik çəkirsinizsə, o mövzunun adını qeyd edə bilərsiniz. Mən də o mövzuya aid testlər izah edib paylaşa bilərəm. Sizə qeyd etdiyim 10-cu, 12-ci, 13-cü sualı da, eyni zamanda 14-cü sualı da yorumlarda qeyd edərsiniz. Sağ olun.